Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sağlamlıq 360 efirdədir. Yenə də mən Aynur Nadir qızı ilə çox maraqlı bir mövzudan danışacağıq və nəzərinizə çatdırım ki, əziz izləyicilərimiz, insan orqanizmi təkcə fiziki sistemi deyil, eyni zamanda emosional və enerji balansına sahib mürəkkəb bir bütövdür. Bəzən ifadə edə bilmədiyimiz hisslər, sonra gərginlik, qorxu, stres, bütün bunlar zamanla bədəndə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Müasir tibb də artıq qəbul edib ki, bir çox somatik problemlərin kökündə uzun müddətli emosional gərginlik dayanır. Bəs bu emosiyalar bədəndə necə toplanır və orqanizmdə bloklara çevrilir? Onların xəstəliyə çevrilməsinin qarşısını almaq mümkündürmü? Bugünkü qonağımız Sağlamlıq o 360 verilişinin bugünkü qonağı hər zaman olduğu kimi Çin təbabəti üzrə mütəxəssis, İqMA Beynəlxalq Assosiasiyasının üzvü, həkim nevropatoloq Əlövsət Əhmədi ilə bərabər bu məsələni çözəcəyik və doktor, sualım odur ki, akupunktura insan orqanizmində emosiyalarla daxili orqanlar arasında hansı əlaqə mövcuddur və enerji blokları anlayışı nəyi ifadə edir və necə yaranır? Buyurun doktor. Ümumiyyətlə, yəni o Çin təbabətində insanın o bədən üzvünün hərəsinin özünün meridianı var da, kanalı var. Bəli. 12 dənə kanalı var, meridian var. Bir iki dənə də ön, arxa meridian, 14 meridian var. Və bu meridiana hərəsi öz orqanda, yəni məsələn xəstəlik olan nəsə, hansısa bir bədən üzvündə, məsələn qaraciyərdə. Biz xəstəni qaraciyər meridianı ilə müalicə edirik. O nə deməkdir? Yəni ki, akupunktura üsulu ilə qaraciyəri müalicə edirsiniz. O nə deməkdir? Mən istəyərdim ki, onu sadə dildə və anlayışlı bir halda izləyicilərimizə izah edərdiniz. Yəni qaraciyərin akupunktura üsulu ilə müalicəsi mümkündür və emosiya nə deməkdir? Bəli. Birinci başlayaq həmən o iynə batırma müalicəsi, akupunktura. Yəni mən 12 kanaldır, 12 meridiandır da. Bəli. 2 dənə də ön və arxa meridian. Xəstəlik tutalım ki, qaraciyər xəstəliyidir insanda. Bəli. Bunun emosiyası da var və klinik əlamətləri də var. Ancaq şərt təbabətində bunun müalicəsini dərmanla yox, həmən kanalın nöqtələrindən istifadə edirlər. Nöqtələr. 2 dənə də o variant var da. 2 cür orada xəstəlik. Kanalın hiperfunksiyası, bir də hipofunksiyası. Hiperfunksiya normadan çoxdur enerji kanalda. Mane olur, başqa o kanallara mane olur, onun enerjisini alır. Bir də hipofunksiya, zəif enerjidir kanalda. Ona görə də biz bunu həmən o üsulda odur ki, biz kanalları enerjisini tənzimləyək və harmoniya yaradaq xəstənin bədənində. Yəni tənzimləyək də o. O necə olur? Yəni bu proses necə gedir? Məsəl üçün, əgər qaraciyər kanalı tutalım ki, və yaxud da ağciyər kanalı, çoxdur da kanal üçün. Hiperfunksiya deməkdir, hiperfunksiya yəni normadan çoxdur da onun enerjisi. Amma onunla paralel kanal var, o ondan enerjini alır, bunun enerjisi zəifləyir. Burada nə edirsən? Sən həmən kanala təsir edirsən, meridiana da o toçkalara, nöqtələrə. Onun enerjisini yəni azaldırsan, öbür kanal enerjisi normallaşır. Bunu iynə batırma üsulu ilə edilir. Bəli, ondan edirlər. Yəni iynə batırmanın qaydası belədir. Əgər bu tormuzlu metodu var, bir də oyadıcı metod var. Tormuzlu metod hiperfunksiya normadan çox enerji olanda ora iynə batırırsan, saxlayırsan orada ən azı 50-60 dəqiqə, yəni bir saata yaxın. 40-50-60 dəqiqə. Əgər enerji azsa, sən onu oyadıcı metodla müalicə edirsən. Yəni 2 dəqiqə, 3 dəqiqə saxlayırsan, kanal oyansın. Bu neçə seansdan sonra tənzimlənir, xəstəlik sağalır? Xəstəliyin sağalması bu xəstəliyin ağrından asılıdır. Başqa şeylərdən asılıdır. Ancaq mən sizə onu deyirəm, biz seansda necə hərəkətlənmək? Doktor, bu qaraciyərdə ağrı, həmişə deyirlər ki, qaraciyər elə bir orqandır ki, lal olur da, ağrını bilmək olmur. Diaqnostikadan sonra bilmək olur.
ağır qaraciyər xəstəlikləri var. Yəni onların hamısını akupunktura üsulu ilə müalicə etmək olur, yoxsa müəyyən bir hissəsini? Yox, burada bizim Bizə baxanlar ola bilər ki, elə qaraciyər xəstəliyi var ki, yox, qaraciyər xəstəliyi Bəli. var, sarlıq, o mikrob xəstəliyidir, virus Bəli. xəstəliyidir. Bu kanalla müalicə olunmur, bu dərmanla müalicə olunur. Ay, sağ ol. Mən onu demək istəyirəm ki, Bir də var izah ki, eləyin onu. yəni belə bir şeylər var da, hamısını qarışdırmayaq. Bəli, ay sağ ol. Qaraciyərin özünü bir var funksional xəstəliyi, bir də üzvü xəstəliyi. Məsələn, sirroz, qaraciyər sirrozunu akupunktura müalicə eləmirsən axı. Qaraciyər sirrozunu yəni nədən Əsasən sonra? qaraciyər nə vəziyyətdə olanda, hansı xəstəlik, hansı qaraciyər xəstəliyi olanda gəlib sizə müraciət edib akupunktura ilə müalicə olunsun, onu deyim zəhmət olmasa. O vəziyyət o emosiyadan asılıdır. Yəni xəstə emosiyası qəzəbli olur, nə bilim, çox şey olur, belə də kinli olur. Bu da diaqnostikadan sonra bəlli olur da sizə. Bəli. Yəni bu funksional xəstəlik kimi. Qaraciyər virus xəstəliyini müalicə etmir. Ancaq orada götürülür ki, qaraciyər kanalında olan o narahatçılıq, yəni sırf söhbət qaraciyərdən getmir. Ağciyər kanalında da özünün funksiyası var. Nə bilim, ürək kanalının özünün funksiyası var. Hərəsinin özünün funksiyası və emosiyası var. Məsələn, qaraciyər kanalının funksiyası qəzəbli, çox belə şeydir, acıqlı, gərgin. Elə adamlar çox belə şey olurlar, cəsur olurlar, çox davakar olurlar da, o qaraciyər funksiyasının çox olan. Yəni bu məcaz mənada deyil, abstrakt mənadadır. Yəni fəlsəfi mənada. Fəlsəfi mənada. Çünki Çin təbabəti də həm insan orqanizmi, həm də onun fəlsəfə, ruh, yəni onu özündə cəmləyir və bu xəstəliyə də akupunktura üsulu ilə kompleks yanaşma olur. Burada həm orqanizmin sağalması, həm o fəlsəfi mənada, həm o emosiyalar, yəni bütöv yanaşma olur və ağrıların azalmasında da akupunktura müalicəsi xüsusi bir rol oynayır. Amma lap ağırlaşmış formada olan qaraciyər xəstəlikləri ki var, doktorun dediyi kanseroz falan. O üzvü xəstəlik. Bir var funksional, üzvü. Üzvü xəstəliklər, üzvü qaraciyər xəstəliklərinə aidiyyatı yoxdur. Yox, indi sarılığa bu bəli də, yəni biz onu izləyicimizə hepatitlər izah etməliyik, bəli. Müəyyən xəstəliklər ki var. Yəni burada siz o bir-birinə qarışdırmayaq da. Bəli. Burada qaraciyər kanalında tutalım ki 40 nöqtə var da, tutalım da 30-40. Onun o kanal boyu olan başqa orqanları da ondan təsir eləmək olur. Yuxarı da gedir daha düzdür. Məsələn, üst sinirini iflicini qaraciyər kanalı ilə müalicə edirsən, mədə kanalı ilə müalicə edirsən. O demək deyil ki, üst sinirin mədə xəstəliyidir. Yəni bu tamam başqa bir yanaşmadır. Doktor, yəni o üsulla sən kanalın yolu var, ona təsir edirsən. Bir neçə orqana təsir etmək olur da, yəni mən belə başa düşdüm. Bir kanalından tutan bir neçə orqana təsir etmək olur. Ancaq ümumiyyətlə bu fəlsəfi mənada qaraciyər kanalı gedir. Ağciyər kanalı. Ağciyər kanalının funksiyası nədir? Ağciyəri tutalım ki, pnevmoniya olanda sən onunla akupunktur ilə müalicə eləmirsən, sən onu müalicə edirsən antibiotiklə. Ancaq allergiya onu müalicə edirsən ağciyər kanalının hiperfunksiyası kimi. Çox yaxşı effekt verir. Daha başqa hansı xəstəliklər? Məsələn, dəri örtüyü ağciyər kanalına aid. O dəri örtüyü xəstəliyin allergiyanı ağciyər kanalından istifadə edirlər. Bu funksionaldır. Bir də var ki, üzvü xəstəlik, biz bir qarışdırmayaq. Üzvü xəstəlik ki, pnevmoniyadır, vərəmdir, onu sən eləmirsən axı. Bəli. Bax, belə bir şeylər var. Ona görə də bir-birindən onları ayırmaq lazım. Bəli, mən istəyərdim ki, siz sadalayardınız ki, akupunktura üsulu ilə hansı xəstəliklərin müalicəsi mümkündür? Mən sizə deyim də, yəni bu akupunktura üsulu ilə müalicə yəni insult keçirəndən sonra xəstələrdə iflic olur. Ona effekt verir. Sonra periferik sinirlər, üçlü sinir, üst sinirdə insanın ağzı əyilir də, yanında belə deyik də, sadə dildə. Məsələn, mil siniri, bilək sallanır, işləmir. Dirsək siniri, orta sinir, həmən o kanal sindrom deyirlər. Aşağı ətraflarda tutalım ki, inci sinir, pəncə salınır. Onlar hamısını ən gözəl effekt verən akupunktura müalicəsi. Ona dərmanla təsir etmək olmur. Periferik sinirlərdə hansı ki, o tamam zədələnir. O sinir ancaq onunla
Yəni orada 3 dənə metod var. İğnə batırma, dağlama, yəni isitmə nöqtələri. Bir də nöqtə masalı. Yəni bunun öz yeri var, onun öz yeri var. Yəni onların üçünü də siz edə bilirsiniz də doktor. Day Hamısı bir aktiv müalicə də var. sözsüz, Bir də doktor, elə bir ki, tutalım həmin o sadaladığınız xəstəliklə bağlı gəldi sizin yanınıza. Xəstə o neçə seansdan sonra gəlmədi, yoxsa daim olaraq 6 aydan bir gəlməlidir, 3 aydan bir gəlməlidir. Onun zamanı, müddəti var. Elə varmı? xəstəlik var ki, mən də bir dəfə də demişəm. Aha, Bir də bir kursundan sağalır. Yəni niyə sağalır? bəli. Çünki o xəstənin o orqanı, həmən o üzvün də tutam ağciyər kanalının rinit olur, allergik rinit, asma olur, allergik asma, təngi nəfəslik olur, nəyəsə qarşıda elə bir allergiyası var və dəridə səpki olur. Orada nə demək? O deməkdir ki, ağciyər kanalının hiperfunksiyası, yəni normaldan çox da enerjisi. Bəli. Sən onu enerjini tənzimləyəndən sonra o əlamətlər gedir də ömrlük bir dəfəlik gedir də. Qalmır axı sən tənzimlədinsə, düzdür ola bilər tədəldən havası 1 ildən 2 ildən nəsə o yenə hiperfunksiya olar. Onu da yenə də sən onunla tənzimləyirsən ki, tormozoloji metodla eləyirsən bu xəstə. Yəni belə bir üsuldur. Ancaq ki, üzvü xəstəliyi nə bilim, ağciyarında yenə də bu pnevmoniyadır, vərəmdir. Bunu sən o ağciyarın mikrob xəstəliyi mal edirsən. Yəni bunun antibiotiklərindən. Bir də tamaşaçılarımıza, yəni izləyicilərimizə deyərdiniz ki, akupunktura üsulu ilə müalicə hansı xəstəliklərə tətbiq olunmur? Mən sizə dediyim o üzvü xəstəliklər var, Daha. onkologiyadır, Bəli. nə bilim, Sadalayın. infeksion xəstəliklərdir. Əsasən bunlara tətbiq olunmur, mikrob xəstəliklərinə. Çünki o heç bir, yəni yeri də deyil. Ancaq ki, funksional xəstəlik, nevrozlar, baş ağrısıdır, perifleksidir, ifilişlərdir. Bunlara çox qəşəng effekt verir. Ağrı sindromu, fəqərədə tutalım ki, fəqərə boyu ağrılar olur. Bəzi vaxtı O fəqərədə xırda ağrılar protruziyalar olur. çox yayılmış bir Bəli, xəstəlik. sonra oturaq sinirdə tutalım ki, ağrı olur da, yəni bel fəqərəsində protruziya olanda, yox da şey olanda, yırtıq ayağa verir də, ayaq. Bəli. Onun qəşəng effekt verir. Doğrudur. Konkret. Deməli, o məsəl üçün neçə seansdan təsirini görə bilər? Vallahi Xəstə, seans biraz belə pasient. şeydir da, nətə deyir, nisbi şeydir. Xəstəliyin ağır vəziyyət olanda 10 seans, yüngül olanda 5 seans və yaxud da təkrar eləyirsən, yəni belədir vəziyyət. Doktor, bəs izləyicilərimizə məsələn daha başqa hansı tamamlayıcı terapiyaları da məsləhət görərdiniz? Nə mənada tamam. Bayaqlar dediniz ya, bu nəfəs üsulu ilə də var falan. Ha. Yox, indi o nevroz, Və akupunktura ilə yanaşı hansı yox, tamamlayıcı emosiya terapiyalar? məsələsinə görə mən sizə demək istəyirəm ki, siz emosiya. Yəni hər orqanın özünün emosiyası var. Məsələn, qaraciyərdə qəzəbli olur, acıqlı olur. Belə onlar çox belə şey olurlar da, necə deyirlər? Cəsur olurlar, bunlar. Ürək kanalı zəif olanda insan kövrək olur. Belə də yəni ki, hətta çox sevinmədə ürəyə ziyandır. Çox sevinmək, çünki sevinmək ürəyin emosiyasıdır. Çox sevinmək Ürək ürəkdə xəstəliklərində problem akupunktura yaradır. üsulu ilə müalicə olunur. Ürəkdə Ürəkdə ağrılar. Yox, əgər funksional ağrıdırsa. Funksional ağrıdırsa. Bəli, onda müalicə olunur. Yəni nə funksional? Simpatik, parasimpatik sinirlərinin orada hardasa bir problem olanda, onda biz ürək döyünmə olur. Başqa onu akupunktura müalicə edirsən. Amma ürəkdə qidalama pozulur. Damar qapanması falan. İşemiyanı o yox. Yox, onlara aidiyyəti yox. Yəni bizdə söhbət ondan ki, siz emosiya söhbəti bizdə. Bəli. Yəni ki, emosiya hər bir xəstəlik özünə uyğun emosiyası var. Bəli. Ağciyər xəstəsi dərdli, qəmli olur. Hələ deyirlər, xalq arasında çox fikirləşmə, çikotka olarsa belə bir şey deyil. Bəli. Sonra mədə xəstəsində düşüncəli, qəmgin olur, o da depressiya olur. Bunlarda tam üzə çıxır o əlamətlər. Həmin o kintabada olan emosiyalar. Ona görə də
Ona da nəzarət fikir vermək Bəli, lazımdır. bəli. Çünki Çin təbabətinə məxsus akupunktur üsulu biz dedik yenə verilişimizin əvvəlində dedik. Bu fəlsəfi bir müalicə yəni o üsuludur. Bəli, həm ruhun, həm insan orqanizmi birlikdə yəni təması emosiyası da nəticəsində, orada, hər bəli, orqanın özünün iynə emosiyası batırma olur. üsulu ilə tam müalicə olunur O və xəstəlik isə sağlamlıq müalicə olunanda emosiya da düzəlir. Bəli. Yəni ki, həm orqanizm düzəlir, həm də insanın əhval-ruhiyyəsi düzəlir. Bəli, bəli, bəli. Və sonda nə tövsiyə edərdiniz, nə məsləhət görərdiniz? Yəni izləyicilərimizə deyək ki, akupunktura üsulu ilə müalicə çox gözəl bir müalicə üsuludur. Çəkinməsinlər, maariflənsinlər, bu verilişə baxıb və müraciət etsinlər. Həkimimizin nömrələrini də ekrandan görəcəksiniz əziz izləyicilərimiz. Artıq doktor 40 ildən çoxdur ki, bu sahədəsiniz. Mən 91-ci ildən Bəli. elə bir ki, o vaxt Leningradda Bəli. 2 dəfə kursunu keçmişəm onun. Hətta o qulağın özündə də nöqtələri var. Aurikulər terapiya deyirlər ona. Yəni bu Çin təbabəti müalicəsi o qədər genişdir ki, o qədər sonsuzdur ki, yəni buna necə deyirlər, bizim bu 20 dəqiqə, yarım saatımız çatmaz. Sözsüz çox hafta çox dərindir bəli, amma bu sayədə doktorumuz həqiqətən çox güclü ixtisaslaşıb və artıq bu müalicə üsulundan da geniş istifadə edir. Doktor, tələbat necədir? Yəni bu xəstəliyi, bu müalicə üsulunun faydasından insanların nə dərəcə xəbəri var? Ehtiyat edirlər, yoxsa maraqlanan çoxdurmu? Bax istərdim o haqqda da fikrinizi bildirərdiniz. Bilirsiniz necədir? Bəli. Elə xəstəlik var ki, ancaq onu akupunktur ilə müalicə etmək. Daha yaxşı, daha faydalıdır. Yəni dərmanlardan, kimyəvi Elə dərmanlardan uzaq olmaq. xəstəlik var ki, dərmanlarla onun gərək həkim ayırsın. Onun diaqnostika zamanı müəyyən olur. Əgər mən deyən şeylərdə elementlər, həmən o şikayətlər varsa, periferi nevriti, üst sinirin nevriti, uçlu sinirin nevriti, nevrozlar, yəni fəqərə sütununun olan o əmələ gələn sinir sıxılması ilə əlaqəli ağrılar. İzləyicilərimizə çox maraqlı və ətraflı məlumat verdiniz və bizi izləyənlər də bir daha bilsinlər ki, akupunktur üsulu ilə müalicə çox gözəl, faydalı bir müalicədir. Həm sizin daxili orqanlarınız sağalacaq, həm ruhunuz, emosiyanız sağalacaq və doğrudan da görək ki, xəstəlik emosiya ilə çox bağlıdır, vəhdət təşkil edir. Ona görə həkimimizə müraciət edin, qəbuluna gəlin. Bu müalicə üsulu çox faydalıdır və nəzərinizə çatdırım ki, qonağım həkim nevropatoloq, İqmar Beynəlxalq Assosiasiyasının üzvü və Çin təbabət akupunktura üsulu ilə müalicə üzrə mütəxəssis Əlövsət Əhmədli idi. Doktor, təşəkkür edirəm ətraflı məlumat üçün, gəldiyiniz üçün və əziz izləyicilərimiz, çalışın, özünüzü sevin, sağlamlığınızı qoruyun. Çünki sağlamlığımız çox dəyərlidir və heç vaxt pulla alınması bir şey deyil. Sağ olun, salamat qalın. Növbəti buraxılışlarımızda görüşənə qədər hələlik.